Azərbaycanda farşın dəyəri təmiz ətin qiymətindən daha ucuz satılır. Bəzi supermarketlərdə farş ətin özündən 25-30%-ə qədər ucuz təklif edilir. Maraqlıdır, əgər sümüksüz farş keyfiyyətlidirsə, o zaman necə olur ki, ətdən ucuz satılır? Mövzu ilə bağlı konkret danışan qida mütəxəssisi Ağsalamov qeyd edib ki, ümumiyyətlə satış yerlərində emal prosesində əti sümükdən ayıranda çıxıntıları olur. Hansı ki, onları kilo ilə satmaq mümkün deyil. Bizim nənə-babalarımız trans yağa yeməyib. O çıxıntılardan farş əldə edilir. Həmin vaxt farşın qiyməti aşağı düşür. Təbii ki, bəzi işbazlar qoyun ətinə mal, toyuq əti də əlavə edir. Əldə edilən farşı qoyun ətinin farşı kimi müştərilərə satırlar. Bunu ancaq laboratoriya şəraitində analiz etmək mümkündür. Daşın ucuzluğu ətin çıxıntılarından, qarın boşluğundan və bəzi yararsız hissələrdən ibarət olması ilə bağlıdır. Sadaladığım hissələr amma farş halına salına bilər. Yəni, bəzi işbazların qatqılarını çıxmaq şərti ilə farş ətin satılması normaldır. Ekspert əlavə edib ki, quzunun çıxıntı hissələri olur, deməyə yararlıdır. Həmin hissələri tullamaq safçılıqdır. Əsas odur ki, arada işbazlıq olmasın,